Siz nə oxudunuz həmin Trump'ın açıqlamalarından? Hakikaten doğrudan da son bir ayda bütün dünyanın əsas mövzusu Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı apardığı müharibədir. Dəhşətli bir müharibədir, ağır bir müharibədir və həm də bizim qonşuluğumuzda baş verdiyi üçün, bizim soydaşlarımızın həyatı təhlükədə olduğu üçün bizim üçün həddindən artıq həssas, önəmli bir məsələdir. Ona görə Azərbaycanda da bu məsələ geniş müzakirə olunur. Və nə qədər cavablar varsa, bir o qədər də çox suallar var və suallar da getdikcə artır. Yəni elə Amerika Birləşmiş Ştatlarının prezidenti Trump'ın səhərki çıxışını götürək. Bakı vaxtı ilə bugün səhər bizə gəldi çıxış. Yəni bütün dünya gözləyirdi ki, Trump son vaxtlarda anons edirdi ki, müharibəni dayandıracaq, ordularını çıxaracaq o bölgədən. Və Trump isə faktiki olaraq yenə heç bir şey demədi. Yenə də İrana çox ciddi zərbə vurduqlarını dedi, faktiki olaraq qalib gəldiklərini dedi. Amma eyni zamanda elə bir neçə həftədə müharibənin davam edəcəyini anons elədi və söhbəti bitirdi. Bu son günlərdə Trump xeyli dərəcədə diqqət mərkəzindədir və onun haqqında karikaturalar, sataşmalar, zarafatlar da var. Və o zarafatlardan biri mənim də diqqətimi cəlb elədi. Bir qədim Çin hərbi strategi var idi. Onun adını biraz dəyişib, onun adından uydurma bir stat yazmışdılar. Güya hərbi qarşı durmaya, müharibə dövrünə aid bir statdır və stat belə idi ki, sən əgər nə edəcəyini bilmirsənsə, sənin düşmənlərin də sənin nə edəcəyini bilmirlər. Yəni, çox gerçək şəkildə reallığı ifadə edir. Çünki görünən budur ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi də çətinlik içindədirlər. Haqlısınız, müharibənin gedişində Amerika açıq-aydın üstünlük əldə edibdir. İranın dini rəhbəri sıradan çıxarılıb, hərbi rəhbərləri, siyasi rəhbərlərin xeyli hissəsi, komandirlərinin xeyli hissəsi məhv edilibdir. İran ordusuna, İran hərbi strukturlarına, texnikaya, İranın həm hava qüvvələrinə, təyyarələrə, həm dəniz qüvvələrinə çox ciddi zərbələr vurulubdur. Sıradan tam çıxartmayıblar, ancaq orada çox ciddi zərbələr vurulubdur. Yəni, bu İrana dəyən bu zərbələr hər hansı bir başqa ölkəyə dəysəydi, o ölkənin nəinki qalib gəlməsi haqqında danışan olmazdı, o ölkənin məhvi haqqında danışardılar. Ancaq bugün fərqli danışırlar, çünki görünür, gözləntilər fərqli idi. Bu İsrail faktoruna görədir? Bu, yəni İsrail faktoru xeyli təsir edir prosesdə, ancaq ümumiyyətlə gözləntilərin fərqli olmasını qabartmalıyıq. Və görünür, Vaşinqton və Tel Avivdə də gözləntilər fərqli idi və dünyada da gözləntilər fərqli idi ki, yəni bir ölkənin dediyimiz kimi dini, siyasi, hərbi rəhbərliyi sıradan çıxarılırsa, texnika sıradan çıxarılırsa, hərbi infrastrukturu sıradan çıxarılırsa, o ölkənin ayaqda qalması çətin məsələdir. Və digər tərəfdən də görünür, Vaşinqtonda da, Tel Avivdə də gözləyirdilər ki, Əli Xamneyi sıradan çıxarılandan sonra məsələ öz-özünə həll olunacaq. Təxminən görünür, bu Venezuelada baş verən hadisələr həmin görüntü, gözlənti yaratmışdı ki, Venezuelada dövlətin rəhbərini oğurlayıb, çıxarıb apardılar Amerikaya. Onunla da Venezuelada vəziyyət dəyişdi və bütün hakimiyyət tabi olmağa hazır olduğunu bildirdi. Burada isə o baş vermədi və görünür bundan da o dediyim kimi Amerikanın və İsrailin gözləntiləri baş tutmadı. Ondan sonra da bugünə qədər zərbələr davam edir. Düzdür, İran da zərbələr vurur, İran da raket zərbələri, xüsusən bəzən dron hücumları müəyyən itki verir Amerika Birləşmiş Ştatlarının bazalarına, müttəfiqlərinə. İsrailin şəhərləri çox ağır bombardman edilir. Amma hər halda miqyas tamamilə fərqlidir də. Minlərlə İranda əskər dünyasını dəyişib bu müharibə nəticəsində. Amerikada və İsraildə isə həyatını itirənlər bir neçə 10 nəfərlə məhdudlaşır rəqəmlər. Odur ki,
görünən budur ki, bu proses elə bu şəkildə davam eləyəcək. Yəni məğlub olmayan İran hakimiyyətidir, yoxsa İran xalqıdır? Biz məsələ şundadır ki, bu həqiqətlər hamısı deyilibdir və bunu ekspertlər üçün, ciddi mütəxəssislər üçün bir sirr olan bir şey yox idi əvvəlcədən. Doğrudur. Və bunu indi mən özüm müharibə başlanmamışdan əvvəl, birinci gün əvvəl Ukrayna kanallarından biri məndən müsahibə almışdı. Soruşmuşlar ki, müharibə ola bilərmi, olsa necə gedəcək, necə olacaq? Demişdi ki, müharibə yəqin ki olacaq və Amerika Birləşmiş Ştatları ciddi zərbələr vuracaq İrana. İran da cavab zərbələri vurmağa çalışacaq Amerika Birləşmiş Ştatlarının vazılarına və İsrailə. Amma prosesin həlli bu zərbələrdən asılı olmayacaq. İçəridə, torpaqda, yerdə vəziyyət nədir? Onunla məsələ həll olunacaq. Yəni, ərazidə quru toqquşmaları, savaşları getmirsə, əraziyə quru qoşunları, əskərlər girmirlərsə, dəyişən bir şey olmayacaq. Proses o şəkildə davam eləyəcək. Və bunu mən qeyri-adi bir proqnoz məharət kimi qiymətləndirmirəm. Çünki bütün ekspertlər bunu hər zaman deyirlər ki, müharibələrin taleyini hərbi hava qüvvələrinin zərbələri və s. həll etmir. Onlar önəmlidir, çox önəmlidir. Amma piyada qoşunları, quru qoşunları hərəkət eləməlidirlər. Torpaqlar, mərkəzlər, şəhərlər kimin nəzarətindədirsə o üstün gəlir. Burada da o baş vermir və bu sadə şeyi görünür nəzərə almamışdılar. Yəni Amerika doğrudan bu, yəni bütün sizin də söylədiyiniz kimi bütün ekspertlərin, siyasətçilərin, İran şünasların dediyi bu faktoru nəzərə almadı. Çox maraqlıdır. Yəni yanlış hesablama, amma bu qədəri. Üstəlik də ki, keçən yayda 12 günlük savaş oldu da. İran dirəndi. O savaşın nəticələri, gedişi və nəticələri hamı üçün bir informasiya olmalı idi da, sonraki qərarlar üçün də. Çünki o vaxtı da Vaşinqtonda Trump elan elədi ki, biz məsələni həll elədik, İranın nüvə proqramı sıradan çıxarıldı və s. Niyə də İranın nüvə silahından danışırlar? Yəni, deməli, o 12 günlük savaşda o kifayət etməyibdi, o zərbələr. Və burada indi çox məqamlardan danışmaq olar, ancaq hər halda görünür Trump'ın xarakteri həlledici dərəcədə diqqətə alınmalıdır ki, bu adam heç kimi dinləmək istəmir. Nəinki mütəxəssisləri, ekspertləri, hətta öz ətrafındakı adamlarla da hesablaşmır. Onları da öz rəyini deməyə, təkrar eləməyə, onu tərifləməyə vadar eləyir və nəticə də bundan ibarət. Amerika mifləri də dağılır sanki. Çünki buna qədər deyirlər ki, Amerikada qərar qəbul etmək çox sıradan bir şey deyil. Prezidentlər çox mürəkkəb bir prosesdən keçən qərarları sadəcə elan edirlər, amma göründü ki, belə deyil. İndi sualınızın cavabı həm mənfidir, həm müsbətdir. Müsbət də ona görə ki, düz deyirsiniz, ancaq mənfi də ona görə ki, hər halda Amerikanın potensial həddindən artıq böyükdür. Hər halda Amerika bu savaşda qalib gəlsə də, gəlməsə də dünyanın ən böyük hərbi qüvvəsi olduğunu bir daha sübut etdi bu müharibədə və potensialın həddindən artıq böyük olduğu yenə də ortadadır. Və Trump 2 ildir hakimiyyətdədir, ancaq o dediyi məsələlərin heç birini faktiki eləyə bilməyibdir də. Kanadanı birləşdirirdi, Panama kanalını ələ keçirirdi, Qrenlandiyanı ələ keçirirdi, NATO'dan çıxırdı. İndi də 2 gündən bir deyir NATO'dan çıxacaq. Bütün savaşları bitirirdi. Bitirirdi. Ancaq bu dediklərin heç birini eləyə bilməyibsə, bu yalnız başqa dövlətlərin, ölkələrin müqavimət deyil, həm də Amerikanın qanunlarının, Amerika hakimiyyət sisteminin gücüdür. Yəni, tutaq ki, məsəl üçün, Trump deyir ki, NATO'dan çıxacaq. Mən maraqlandım, gördüm ki, NATO'dan çıxmaq üçün Konqresin razılığı olmalıdır. Bu da mümkün deyil, faktik olaraq. Və bugün hətta həm Senatda, həm Nümayəndələr Palatasında Respublikaçılar üstünlüyü təşkil eləsələr də bunu bugün keçirə bilməz Trump. Çünki Respublikaçıların da bir qismi bundan razı olmayacaqlar. Noyabrda isə seçki olacaq Konqresə və bütün gözləntilər onu deyir ki, Nümayəndələr Palatasının əksəriyyət demokratların nəzarətinə keçəcək. Hətta ehtimal olunur ki, Senatda da Trump Respublikaçıların üstünlüyünü itirə bilər. Və ondan sonra isə ümumiyyətlə heç bir halda Konqresdən Trump istədiyi qərarları ala bilməyəcək. Və digər institutlar, Ali məhkəmə bir də görürsən, Trump'ın özünün təyin elədiyi hakimlər,
onun qərarlarına əleyhinə səs verirlər. Amerika cəmiyyəti etiraz edir və o hansısa bir malikanəsi var idi Trumpın. Bəli. Rəsmi tədbirləri də azqal orada keçirirdi. Həmin malikanənin yerləşdirdiyi ərazidə daxili seçkiləri respublikaçılar, Trumpın müdafiə etdiyi adamlar demokratları uduzublar. Yəni bu Amerika cəmiyyətinin və Amerika idarəetmə sisteminin gücündən xəbər verir və elə asanlıqla onun uduzmayacağından xəbər verir. Və hər bir uğursuzluqdan da nəticə çıxarılır və hesab edirəm ki, indi hələ bu məsələnin Amerika üçün uğursuzluqla bitdiyini mən deyə bilmərəm. Çünki proses gedir və hərbi üstünlük yenə də Vaşinqton tərəfindədir və hələ zərbələr davam edir. İranın hərbi və mülki infrastrukturu sıradan çıxarılır, şəxslər öldürülür, komandirləri sıradan çıxarılır. Elə bir neçə gün əvvəl Larijani kimi bir önəmli siyasi figurları sıradan çıxarıldı. 2 gün əvvəl o Ali Məhkəmənin sədri ECİ-nin sıradan çıxarıldığı haqqında məlumat getdi. Və o baxımdan Amerikanın uduzduğunu deməyə bir əsas yoxdur. Hələ müəyyən quru əməliyyatları haqqında da söhbətlər gedir. Olacaqmı, olmayacaqmı, yaxın günlərdə görəcəyik. Amma dediyimiz kimi o görüntü yaranıb, sadəcə olaraq o görüntüyə aldanmaq lazım deyil. Biraz da danışıqlar görüntüsü yaradılır. İran ciddi sarsıntılar içindədir və bu sarsıntılar nəticəsiz keçməyəcək. Danışıqlara gəldikdə isə orada da səbəblər nisbətən aydın şəkildə görünür. Aydın şəkildə görünür ki, Trump müharibəni bitirmək istəyir. Amma istəyir ki, hansısa bir razılaşma olsun və İranın indi hakimiyyətdə olan şəxsləri onu imzalasın. Trump da öz cəmiyyətinə, xalqına deyə bilsin ki, bəli, mən müharibə başladım və qalib gəldim. Məsələn, nüvə proqramından imtina etdi. Ona görə də hər gün deyir ki, danışıqlar gedir, yeni hakimiyyət dəyişib, yeni hakimiyyət əvvəlkindən daha yaxşıdır. Pezeşkiyana da son günlər komplimentlər deməyə başlayıbdır Trump. Bu Pezeşkiyan üçün risk yaratmır başqa? Yaradır, ancaq indi ondan əvvəl Qalibafın riski var da. Amma Qalibaf yavaş-yavaş onun adı çıxarılır. Çünki keçən dəfə danışıqlarda İran tərəfini təmsil edən şəxs kimi Qalibafın adı çəkildi. Qalibaf andaman elədi ki, mən deyiləm. Amma Pezeşkiyan indi sanki çox yatkın görsənir danışıqlara. Dünən də Trump da faktiki olaraq dedi, İran prezidenti ifadəsini işlətdi. Təbii ki, risk var. Risk həm kənar qüvvələrdən var, xarici qüvvələrdən var. Çünki məsələnin yekunlaşmasını istəməyən qüvvələr də var burada. Eyni zamanda daxildən də var rəqib qüvvələr, həm siyasi baxımdan, həm digər istiqamətlərdən Sepahın özü ilə Pezeşkiyan arasında ziddiyyətlər olduğu haqqında məlumatlar yayınlandı son günlər. Amma burada belədir ki, Pezeşkiyan İranın prezidentidir, faktiki olaraq seçilmiş ən yüksək vəzifəli şəxsdir. Amma İranın faktiki rəhbəri deyil bugün. Bugün İrana, yəni hərbi əməliyyatlara, hətta sülh danışıqlarına Pezeşkiyan hakimiyyəti yox, vilayət fəqihin qalıqları yox, Sepah rəhbərliyi edir. Yəni məsuliyyət onun deyil. Məsuliyyət onun deyil, amma söhbət odur ki, səlahiyyət də onun deyil. Əgər Pezeşkiyan vəzifədə qalmaq və o vəzifəni gerçək bir vəzifəyə, statusa çevirmək niyyətindədirsə, o riskə də getməlidir. Risksiz uğur olmur. Bu necə baş verər? Konstitusiya dəyişməlidir? O sonraki mərhələdir. Hələ o sonraki mərhələdir. İndiki mərhələdə, yəni durub indi biz onlara məsləhət verəsi deyilik, özləri ağlı, yəqin təcrübəsi çatar elə şeylərə. Əslində qalsa çıxış yolu Pezeşkiyanın hərbi komandirlərdən bir qismi ilə anlaşma əldə edib, onları başa salıb ki, İran üçün də, bizim hamımız üçün də, yəni o şəxslər üçün, həm Pezeşkiyan, həm o komandirlər üçün də çıxış yolu, xilas yolu Amerika ilə hansısa bir şəkildə barışa getməkdir, bu müharibəni bitirməkdir. Və Pezeşkiyan və onun ətrafındakı adamlar, hərbi komandirlərin, təsirli, ciddi hərbi komandirlərin bir qismi buna inandırıb, o istiqamətdə addımlar ata bilsələr, həm özlərinin mövqeyi güclənəcək, Pezeşkiyan prezident kimi mövqeyi güclənəcək, həm də İranı bu vəziyyətdən xilas edə bilərlər. Və əks təqdirdə
bu proses davam elədikcə İran zəifləyəcək. O açıq aydın elədir. Yəni Resurs itirəcək bütün hallarda. başqa yol yoxdur da. Çünki mənə elə gəlir ki, Yəni Trump Amerikada necə dirəşmək mümkün? mənə elə gəlir ki, Trump bu son çıxışında xalqa müraciətində barışa getməsi və ordunu yaxın şərqdən çəkməsi haqqında açıqlamalar vermək istəyirdi. Mən əminəm ki, onun öz yaxın ətrafı inandırdılar ki, indiki mərhələdə dayanmaq olmaz. Dayansaq bütün hər şeyi itirəcəyik. Amma nəticədə bu savaşdan istər qalib kimi, istər məğlub kimi çıxanda Amerika bir şey itirməyəcək. İtirən Trump olacaq, onun ətrafındakı adamlar olacaq. Və Trump üçün yaxşı halda 2 ildən sonra hakimiyyət dəyişəcək və başqa bir prezident olacaq. Pis halda isə elə bu il bu uğursuzluqlar davam edəcək. Impeachment və başqa variantlardan Trump hakimiyyətdən kənarlaşdırıb digər qüvvələr, demokratlar ya başqaları hakimiyyətə gələ bilər. Və o situasiyada da itirən yenə deyirəm, Trump və onun ətrafı olacaq. Amerikanın itiriləsə bir şey yoxdur. Amerika hələ ki görünən budur ki, hərbi gücünə görə, iqtisadi gücünə də dünyanın lider dövlət kimi yoluna davam edir və edəcək. Təşəkkür edirəm. Əziz seyircilər, xeyli